Herkese salam. Bugün sizinle istəyirəm bir salat resepti ilə bölüşüm. Bu salat çox ucuz və çox tez hazırlanan bir salatdır. Deməli bu salata biz kələm götürürük. Məndə bir balaca kələm idi. Onun yarısını götürdüm. 2 dənə xiyar götürdüm. Hamısını samanvari doğrayırıq. Sonra bura əlavə edirik yumurta. Onu da belə samanvari doğrayırıq. Sonradan bura əlavə edirik deməli şüyüt. Şüyütü qəşəng xırda-xırda doğrayırıq və əlavə edirik. Salat için sous hazırlayırıq. Sousa deməli biz götürürük 3 qaşıq smetan, 1 çay qaşığı xardalı, duz istiyor zövqə görə. Hamısını qəşəng qarışdırırıq və salatımıza əlavə edirik. Və bütün ərzaqları sous ilə qarışdırırıq və salatımız hazırdır.